Hə. Eyni sayın təkrarı dedik, həmişə zərf yaradır. Ona görə az-azı götürəcəksiniz, bir-biri götürəcəksiniz. Qaça-qaç. A-ha ünsürü ilə yarananlar isimdir, bəli. Babə ilə yarananlar zərfdir, bir də sifətdir. Rəngbərəng, növbənöv, cürbəcür, rəngarəng. Bunlar sifətdir, qalanları zərfdir. Tamamilə tamam və ilə şəkilçisi ilə yaranıb düzəltmə zərfdir. Aydın oldu. Sırağa gün sözü necə sözdür? Sadə sözdür. Qaça-qaça, qaçaraq deyə bilirik, feili bağlamadır. Kim bilmədiyin qeydlərinizi götürün. 2 ilə 4 olacaq bizim real doğru variantımız, çünki mürəkkəb zərfləri istəyir. 2. Hansı nümunədə fərqləndirilmiş söz zərfdir? Deməli, gecə, gündüz, səhər, günorta, axşam, sübh. Bu sözlər isimdir, nə vaxt sualına cavab verirsə, zaman zərfidir. Deməli, burada o günkü fəsli yaz olur. Yəni, o günkü, burada nə var? Fəsli yaz olur, yəni yaz fəsli olur. Yaz fəsli olanda nə olur? Yaz. Nə sualına cavab verir? İsimdir. İntizar anlarında gecə uzun olurmuş. Nə uzun olurmuş? Gecə. Nə olacaq? İsimdir. Deməli, quş tək uçur xəyalım, hərdən, hardan, hara gecələr. Nə vaxt? Gecələr, hardansa, harasa uçur. Cavabımız olacaq. Nə vaxt sualına cavab verir? C variantı. Qətiyyən çətin deyildi bu sual. Bəzi gecələrin səhəri yoxdur. Nəyin səhəri yoxdur? Gecələrin. İsimdir. Gecənin xeyrindən, nəyin xeyrindən? Nə sualına cavab verir? İsimdir. 3. Biri ümumi qrammatik mənasına görə fərqlidir. Bunu dəfələrlə demişəm. Madan şəkilçisi, feili bağlama olduğuna görə onu zərfdən qarışdırmırsınız. Həmişəlik zərfdir. Çoxdan nə vaxtı zərfdir, indi zərfdir. Amma dayanmadan madan şəkilçisi. Sən gətirib onu başqa bir şəkilçi ilə əvəz edirsən. Dayanaraq, dayanmamış, dayanmadan. Gördünüz? Dayanmaq feil olduğuna görə ümumi qrammatik məna ümumiyyətlə nə deməkdir? Nəyi soruşur orada bizdən? Nitq hissələrini soruşur. Bəli. Burada bizə olacaq cavabımız A variantı, dayanmadan. Hansı söz birləşməsinin birinci tərəfi zərf deyil? Bu qədər sadə sualı səhv yazmısınız. Zərf deyildir birinci tərəfi. Çəpəki, mən həmişə demişəm ki, küçə, bina, həyət, bu sözlər konkret bir məkanın adıdırsa, onu biz zərf götürmürük. Onsuz da bunları biz izahda da demişik dəfələrlə. Amma yenə də götürürsünüz. Küçədə isimdir, bəli. Zərflərimiz hansılardır? Aşağı, yuxarı, sağa, sola, içəri. Bu formada olanları zərf götürürsünüz. Küçə isimdir. Çəpəki nə tərzdə zərfdir? İrəli, 1-ə 5, bunlar zərfdir. Həm də görürsünüz, yanında da feil gəlib. 1-ə 5 artmaq, nə qədər artmaq, nə dərəcədə artmaq. Hansı nümunədə düz sözü zərf kimi işlənmişdir? Bunu da səhv yazmaq. Düz sözü hərəkətə aid olub, hərəkətin necəliyini izah eləyirsə, zərfdir. Cavabımız olacaq. Deməli, Haşim bunları düz və doğru adam bilib. Düz adam əşyaya aiddir, ismə aiddir. Ona görə nə olacaq? Sifət. Mən özüm anadan olmuşam, düz 30 il bundan irəli. Bunu köməkçi hissəyə keçəcək. Lap mənası verirsə, yəni dəqiqlik mənasında, dəqiq 30 il əvvəl. Bəli, ədatdır. Düz, dəqiq, lap sözləri ilə əvəz olunursa ədatdır. Fərhada elə gəldi ki, döyüşçü düz danışmır. Nə tərzdə danışmır, düz danışmır. Nə tərzdə olduğuna görə burada olacaq. Zərf hərəkətə aiddir, çünki danışmaq feilinə aiddir. Xonçanın kənarında şam da düz. Düz, nə et? Düz. Nə olacaq burada? Nə et? Düz. Düz. Şam düz. Nə olacaq? Nə et? Feil. Bəli. Yağışdan islanan yarpaqların səriblər dərəyə, düzə lalələr. Düzə. Çəmənliyə, düzə. Bu da nə idi? İsim. İndi insafla deyim. Bunlarda səhv yazılacaq sual var. Xeyr, mən diqqətsizlik. Bəli. 6. Hansı nümunədə həm zaman, həm də tərz hərəkət zərfi işlənmişdir? Deməli, gecə yarısı zamandır. Amma vura-vura sözünü mən nə demişdim? Araqla əvəz eləyin. Vuraraq. Bu feili bağlamadır. Üzürdü, nə söz üzürdü? Böyür başında üzürdü, gətirmiş. Böyür başında məkandır, yer bildirir. Harada böyür başında? O həmişə biçincəli baş çəkməyə gələndə həmişə zaman zərfidir. Burada yer zərfidir, başqa yoxdur. Şamxal qorxusundan uçum uçunan. Necə uçunan? Uçum. Bu zərfdir. Bir də dərhal bildir. Nə vaxt? Dərhal. Zaman zərfidir. Cavab olacaq C variantı. Bildir? 7. Cümlələrin birində da şəkilsiz zərf düzəltməmişdir. Düzəltməmişdir. Düzəltmişdir götürmüşdür. 6-da C. Uçum.
Üçün Tərz hərəkət, dərhal zaman. Dərhal zaman. Cümlələrin birində da şəkisi zərf düzəltməmişdir. Yetişibdir, gör necə incilər Qarabağda. Nə demişdik? Da şəki, ümumiyyətlə qrammatik, əgər sualın içindədirsə o şəkilçi, o qrammatik şəkilçidir. Qarabağda yetişib, harada yetişib. Sualın içində şəkilçi varsa, o qrammatik şəkilçidir. Harada yetişib. Da də şəkilçisi, əgər nə vaxt sualına cavab verirsə, bu olur zərf. Qışda gələcəm, nə vaxt? Yayda edəcəm, nə vaxt? Bir də deyirəm. Da də şəkilçisi, əgər nə vaxt sualına cavab verirsə, nə olur? Nə olur? Zərf. Amma harada sualına cavab verəndə o yer zərfi, yerli kağıdı olan isimdir. Bildiniz? Ona görə Qarabağda yetişib, harada yetişib. Bu yerli kağıdı olan isimdir. Amma baharda güllər açılır, nə vaxt? Zaman zərfidir. Gündə gəlirdi, nə vaxt gəlirdi. Qışda işıqlar tamam kəsilirdi, nə vaxt kəsilirdi. Ona görə bunlar olacaq zərflər. A variantında zərf düzəltməyib Qarabağda. 8. İçəri yer zərfidir. Daxil olduqdan sonra zaman zərfi deyil. Bəli. Sonra olur. Dan, dən şəkilçisindən sonra gələn sonra sözü qoşmadır. Onu sizlərə keçməmisiniz ona görə. Bir qədər kəmiyyət zərfidir. Bir də səmimi salamlaşdı. Nə tərzdə salamlaşdı? Bu da tərz hərəkət zərfidir. Hə, bunu siz keçmək olarsınız. Bunu hələ izah eləməmişim. Tərkibində zaman və tərz hərəkət zərfi olan cümləni göstərin. Hey sözü yadda saxlayın, qeyd edin kim bilmirsə. Həmişə sözü ilə əvəz olunursa, bəli, zaman zərfidir. Elə hey danışırdı, həmişə danışırdı. Sən yazmısan bunu İnci? Yazmışam. Elə hey danışırdı, bəli, keçən dəfə sizə demişdim. Hey danışırdı, yəni həmişə danışırdı, yəni çoxlu. Həmişə mənasında ümumiyyətlə həmişə ilə əvəz olunursa zaman zərfidir. A variantında hey sizin yolunuzu gözləmişik, yəni həmişə sizin yolunuzu gözləmişik. Hey sözü səbirsizliklə gözləmişik, bu isə nə tərzdə gözləmişik. Bu da olacaq zaman zərfi, tərz hərəkət zərfi. Zaman və tərz hərəkət, elə 9 izah eləyirdim, A variantı. Bildin? Bəli. Sonra 10. Biraz irəli getdi, biraz. Nə qədər? Biraz. Kəmiyyət. Sağa sola boylandı. Hansı sağ sol yer zərfi? İrəli getdi ola. İrəli yer. Kəmiyyət. Sağa sola yenə yer. Bəli. Sonra da tərz hərəkət. Bəli. Astaca tərz hərəkət. Kəmiyyət, yer, tərz hərəkət. Bəli. Yer, tərz hərəkət. Hə, düzdür. Deməli, kəmiyyət, yer, tərz hərəkət. Sonra, deməli, 11. Hansı cümlədə zərf zərfə aiddir? Elə A variantı. Bu məsələni müzakirə etmək hələ tezdir. Baxın, hələ tezdir. Hələ zərfdir, tez də zərfdir. Hələ tez, onda olur zərf var. İndi gecdir, hələ tezdir. Bu tüplü nümunələrdə deyirik ki, zərf zərfə aiddir. Başa düşdük? Hələ tezdir, indi gecdir. Bildiniz? Sonra, yanlış fikir, 12-də dedim sual səhvdir. 13-də düzəltmə zərfi istəyir bizdən. Yadda saxlayırıq, bilmirsinizsə qeyd edirik. Ki və dakı şəkilçi həmişə sifət yaradır. Əvvəlki, bayaqki, dünənki, bunlar hamısı sifətdir. Deməli, burada oxuyunca feili bağlamadır. Çünki dedim, oxuyaraq. Yəni, başqa sözlə əvəz edirik. Gəl. Oxuyunca, gəl. Feili bağlamadır. Yenə sadə sözdür. Ruhən sözü, bəli, ruhən düzəltmə zərfdir. Ona görə cavabımız olacaq 2. Tərz hərəkət zərflərini seçin. Səlis, fransızca, ümumiyyətlə yadda saxlayırıq. Dillər plus ca, yadda saxlayın. Dillər plus ca, həmişə zərfdir. Türkcə, Azərbaycanca, Latınca, Fransızca zərfdir. Yaman olacaq, bir də səlis də olacaq. İnişil, tərz hərəkət. İnişil olacaq. Yeri gəlmişkən, yaman kəmiyyət zərfi də ola bilir. Deyirəm ki, mənaya görə, cümlədə mənaya görə dəyişə bilir. Yaman danışdım, çox danışdım mənası da verə bilər. Kəmiyyət də ola bilir. Hə, inişil zamandır, tamamilə isə tamamilə miqdar bildirir. Tamamilə zərfi nə bildirir? Miqdar. Yaxşı. Sadə zərflər istəyir. Gün, orta, mürəkkəb zərfdir. Gün və orta. Bütünlüklə. 2 leksik şəkilçi var. Düzəltmə zərfdir. Dil ucu mürəkkəb zərfdir. Bayaqçı atırıq. Niyə atırıq Kamran? Niyə bayaqçını atırıq?
Bəli, Ç-dakı sifət yaradır. Dünənki, bayaqki, səhərki bunlar sifətdir. Sərrast sadə zərfdir. Başa düşdük? Bəli, müəllim. Başa düşdün?